Bunlar mən haqda məlumat yayırlar ki, gör mən ölkədən qaçmışam, bunlara şərbətdən atıram. Bilirsiniz də bütün səs yazılarını falan sübutu ilə paylaşmışam. Deməli, bəli, mən ölkədə deyiləm. Ölkəni tərk eləmişəm. Niyə? Çünki bu Anar Pirməmmədov məni həmişə şantaj eləyirdi ki, mənim qaynanam Mehriban Səmədova polkovniklərlə oturur durur deyə səni yox eləyər. Ki, yəni mən əlimdəki məlumatdan heç birini bunlar haqqında paylaşmayım. Mən də yeganə çıxış yolunu ölkəni tərk eləyərək ki, bunlar məni tutturmasınlar təkrar. Çünki bir dəfə məni tutturublar, bilirsiniz. Məni tutturmasınlar deyə mən də bunların bütün çirkli çarşaflarını açıb ortaya tökdüm. Hansı ki, Həsrət Pirməmmədovun keçmiş cinayət işlərini örtbasdır etməsi olsun, prokuror olduğu ərəfədə, hansı ki, bunların Ramiz Mehdiyevin adamları olmağı olsun, hansı ki, Həsrət Pirməmmədovun qardaşı İlham Pirməmmədovun keçmiş Təhsil Nazirliyində müşavir işləyərkən saxta diplomlar düzəltməsi, pulları yığması, hansı ki, Anarın öz qardaşı, deməli mən onun adını dəqiq görürəm sizə deyəcəm. Hal-hazırda Ədliyyə Nazirliyində korrupsiyada adı hallanır. Yəni hansı ki, Mehriban Səmədovanın İqtisad Universitetində tələbələrlə çıxartdığı min hoqqacıqlar var. Bax, onlar da. Yəni hansı ki, mən bunları bilirəm deyə onlar məni tutturmaq istəyirlər təkrar, amma tuttura bilmədilər. Çünki mən hər şeyi artıq paylaşmışam. Deməli